150 kvadrat. Yaxşı səslənir, hə? Az kvadrat deyil ha, 150 kvadrat. Yeni ildə yeni bir evlə, gözəl bir evlə sizin qarşınızdayım. 150 kvadrat şəxsi təmir. Belə deyim də, ev özü də brenddir, yer özü də brenddir. Yəni bu evə deyim ki, kimsə gəlib pretenziya bildirməz ki, bunun burası niyə belədir? Elə bir evdəyəm. Full əşyalı. Dəyərli izləyicim, şəxsi özü üçün buranı təmir elətdirib. Özü üçün hər küncünə, hər bucağına qədər hamısını deyir ki, məhəbbətlə, zövqlə, əziyyətlə hamısını ərsəyə gətirmişəm. Bura bizim zalımızdır. Gördüyünüz kimi duş kabinetidir, televizordur. Burada demək, hamısı bahalıdır da. Hamısı çox bahalıdır. Bura bizim qonaq otağımızdır. Evimiz qanuni 4 otaqdır. Onda deyim ki, evimiz ümumilikdə toplu poldur. Ev kurqum, bequm hamısı isti poldur. Bura bizim giriş hissəmizdir. Qapıya var, bir dənə çöl qapıya var, kəbli. Tək bu qapıya sahibim deyir ki, 2500 manat pul vermişəm. Bax, pirxojda şkaflara bax. Gör nə gözəl, nə zövqlə yığılıb. Buyur. Kəbli, göstər dəyərli izləyicimizə bax, hamamısan özəl. Ayrı-ayrılıqda. Ora bizim hamamımızdır. Bura bizim sanuzelimizdir. Evdən bir dənə nə çıxır? Evdən bir dənə, Kəbliyə, qoy göstərim, deyim. Bir dənə bu divan çıxır. Bir dənə evdən baba bu divan çıxır. Bir dənə də orada 6 dənə stul var, bir dənə o çıxır. Pis, başqa heç nə çıxmır. Hamısı da özdə bu gips o şeydə deyirlər, taxtadandır hamısı. Yəni bax. Sonra hardan ev o qədər böyüdü ki, maşallah, Allah bütün izləyicilərimə arzusunda olanlar hamısı belə bir ev qismət eləsin. Bura bir otağımız. Bax, otağın daxilində də bax, yatağa uyğun, yatağa eyni rəngdə. Görsən, bax, aboydur, şifoneli rəngidir, yatağım görsən, rəngidir. Hamısı, belə deyim də, bir-biri ilə uzlaşdırılıb. Buradan gəl, belə bir körpə balalarımız üçün nəzərdə tutulmuş, belə bir desk otağımız. Sonra, canım sizə desin. Burada da belə bir 4-cü otağımız. Gözəl evdə, bax, gör nə gözəldir. Bax, burada da şkafımız. Bax, bir dənə də o divandan bu stul var ha, Kəbli. 6 dənə stul, bir dənə o çıxır, su. Başqa heç nə çıxmır. Dəyərli anabazlarımızı intizardadır, gəl mətbəxi göstərək, Kəbli. Evin 3 dənə balkonu var. 3 dənə balkonu var evin. Bax, hamısı bax, tökmə mərmər. Tək soyuducu var ha. Tək soyuducunun qiyməti elə 3500 manatdır. Hamısı bax, mərmər. Bax, tökmə mərmər, taxtada. Yəni ucuzlu bir şeydən deyil. Qiymətə gələndə isə bu 150 kvadratın bugünkü gündə full əşyalı, düz icra hakimiyyətinin yanında, düz Xırdalanın mərkəzi, ürəyi birbaşa, Kupcalı, ipotekaya yararlı, cəmi cümlətanı 225 min manat, 150 kvadrat, qanuni 4 otaq. Allah alanı da, satanı da xeyir versin inşallah. 114 əmlak, bunu bilin ki, hər birimizin bir-bir xidmətindədir. Uşağından tutmuş böyüyünə qədər hər birimizin xidmətindəyik. Allahın amanında olun, özünə müğayət olun.